Hörmətli müəllimlər, bugün sizə basketbol mövzusuna aid bir testin izahını verəcəm. Testimiz belədir. Basketbolda 6,75 metrlik xət xarincindən top səbətə atılarkən, top səbətə təmas etdikdən sonra hələ də səbətə düşmə ehtimalı varsa, bu zaman müdafiə olunan komandanın hər hansı bir oyuncusu topa müdaxilə edir. Verilən mülahizə ilə bağlı qeyd olunan variantlardan hansı doğrudur? İlk olaraq gəlin qaydamıza baxın. Basketbolda hal qazanmaq məqsədi ilə edilən atışlar zamanı hansı halda müdafiə olunan komandanın oyuncuları o topa müdaxilə edə bilməzlər? Deyirik ki, əgər top lövhəyə toxunduqdan sonra səbətə düşmə ehtimalı varsa, top səbətə toxunduqdan sonra səbətə düşmə ehtimalı varsa, yəni deyək ki, top səbətə toxundu, yuxarı qalxdı, səbətə düşmə ehtimalı var. O topa təmas etmək olmaz. Atışdan sonra yuxarıdan aşağıya doğru top səbətə doğru gəlirsə, ona müdaxilə etmək olmaz. Topu səbətin içindən çıxartmaq olmaz və tora toxunmaq, o cümlədən halqanı silkələmək olmaz. Bu hallar artıq atış halında olan bir topa müdaxilə etmək deməkdir. Belə bir hal baş verəndə qayda necə tənzimlənir? Əgər cərimə atışı zamanıdsa, bu zaman top səbətə düşmüş hesab olunur, bir xal verilir. Əgər 6,75 metr xət daxilindən top səbətə atılarkən belə bir hal baş verirsə, top yenə də səbətə düşmüş hesab olunur və 2 xal verilir. Bizdə isə sualda 6,75 metrlik xət xaricindən deyir. Xət xaricindən olanda da əgərsə top səbətə toxunduqdan sonra səbətə düşmə ehtimalı varsa, bu zaman deyirik ki, top səbətə düşmüş hesab olunur və 3 xal verilir. Neçə? 3 xal verilir hücum edən komandaya. Bəs hansı hallarda top səbətə toxunduqdan sonra təmas etmək olar? Artıq bilirik ki, bu top səbətə düşməyəcəksə, düşmə ehtimalı yoxdur. Məsələn, top səbətə toxunduqdan sonra bir də görürsən ki, 2 metr uzağa gedir. Ya geri qayıdır. Bu hallarda topa təmas etmək olar. Lakin topun səbətə düşmə ehtimalı varsa, o topa təmas etmək olmaz. İndi baxaq görüm cavabımız hansıdır burada. A variantına baxaq. Top səbətə təmas etdikdən sonra istənilən bir oyuncu topa müdaxilə edə bilər. Xeyr, əgər səbətə düşmə ehtimalı varsa, olmaz. B variantı. Yalnız hücum edən komandanın hər hansı bir oyuncusu toxunuş edə bilər. Xeyr, bu zaman atış uğursuz sayılmayacaq yəni. C variantı. Müdafiə olunan komandanın oyuncusu toxunuş edirsə, top səbətə düşsə 2 xal, düşməsə 2 cərimə atışı. Xeyr, bu da düz deyil. D variantı. Top səbətə düşmüş kimi hesab olunacaq və 3 xal atış edən komandaya veriləcək. Bəli, top səbətə düşmüş kimi hesab olunacaq və hücum edən komandaya 3 xal veriləcək. Doğru cavabımız oldu D variantı. Y variantında deyir ki, toxunuş etmək olmaz, 3 cərimə atışı təyin olunacaq. Xeyr, cərimə atışı verilmir, sadəcə top səbətə düşmüş hesab olunur. Bu qədər müəllimlərim. Sizlər də idman növlərini və digər mövzuları bu formada geniş öyrənmək istəyirsinizsə, dərslərimizə qoşula bilərsiniz. Dərslərimiz haqqında məlumat əldə etmək istəyənlər üçün nömrəni qeyd edim. 050 855 91 46. Bu nömrə ilə əlaqə saxlayaraq dərslərimiz haqqında ətraflı məlumat əldə edə bilərsiniz.